Salam, hər vaxtınız xeyirli olsun. Bir daha hər birinizi salamlayıram. Öncəliklə bütün iştirakçılara qoşulduqları üçün təşəkkür edirik. Mən Prospekt şirkətinin Vüsal Kərimliyev. Bugünkü görüşümüzdə moderatorluq edəcəm. Biz Prospekt Cloud ERP olaraq, bilirsiniz, mütəmadi olaraq sahibkarlar üçün, biznes cəmiyyəti nümayəndələri üçün və ümumiyyətlə biznes sahəsində marağı olan gənc yoldaşlar üçün ölkənin ən tanınmış konsultantları ilə birlikdə mütəmadi olaraq master klasslar təşkil edirik. Bugünkü master klassımızın qonağı isə ölkədə bir çox böyük şirkətlərdə idarəçi vəzifələrində çalışmış, xüsusilə fransayzing, marketinq, layihə idarə etməsi, satış və sahibkarlıq sahələrində ekspert dərəcəsi olan hörmətli Elnur bəy İslamovdur. Bugünkü mövzumuz da çox maraqlı bir mövzu olacaq və Elnur bəy mövzu haqqında bizə bir qədər sonra ətraflı məlumat verəcək. Sözü Elnur bəyə ötürməmişdən öncə bir neçə məsələni mən sizdən xahiş etmək istəyirdim. Birinci məsələ tədbirin gedişatı vaxtı mikrofonların bağlı olmasını sizdən xahiş edəcəm. Çünki maneə yarada bilir. Görüşün rekordu gedir. Biz rekordu daha sonra qrupda sizdən bölüşəcəyik, təkrar oradan baxış edə biləcəyik. Kameraları isə aça bilərsiniz. Açsanız çox xeyirli olar. Əlbəttə ki, zəruri deyil, amma kimdə imkan varsa kameraları əlbəttə aça bilərsiniz. Yekunda iştirakçılar, sertifikatlar təqdim olunacaq və suallarla bağlı məsələni isə Elnur bəy gedişatda özü vurğulayacaq. Bizim sonda bir pəncərəmiz olacaq sualların ünvanlanması üçün. Tədbirin gedişatı ərzində yaranmış fikirlərinizi, suallarınızı chat bölməsindən qeyd edə bilərsiniz. Mən yekunda o sualları sizin üçün səsləndirəcəm, hörmətli spikerimiz də cavablayacaq. Elnur bəy, buyura bilərsiniz, söz sizdədir. Vüsal bəy, təşəkkür edirəm. Hər kəsi salamlayıram. Belə təşəbbüsə görə də minnətdaram. Həqiqətən də həm mövzunun aktuallığı, həm ümumiyyətlə ekspertlərlə görüşdürmələrin təşkil etməyimiz çox təqdirə layiqdir. Vüsal bəyin sözünə qüvvət olaraq mən canlı ünsiyyət tərəfdarıyam təbii ki. Yəni burada kommunikasiya daha rahat qurulur və biz təlimçilər, ekspertlər, yaradıcı insanlarıq. Görəndə ki, bizə belə deyək, ünsiyyət gözləndə təmasla olunduğu zaman biz daha çox ilhamlanırıq və daha çox gözəl belə deyək, təcrübələrimizi paylaşa bilirik. Ona görə düşünürəm ki, sizin də öz marağınızda olmaq şərti ilə videolar, kameralarını açın, həm belə deyək, bir-birimizi görək. Yəni mən İnanıram ki, sertifikatdan çox bu mövzunun aktuallığı ilə bağlı düşünürəm insanlar daha çox olacaq burada. Amma maraq üçün baxıram, Vüsal bəy və məndən başqa kameralar hamısı bağlıdır. Bu da çox bir maraqlı bir gedişatdır. Yəni inşallah Salam aleyküm. Necəsiz Elnur bəy? Aleyküm salam. Aleyküm salam. Yaxşı olasınız Vüqar bəy. Xeyirli olsun. Təşəkkür edirəm. Yəni bu bir söhbətdir. Bu çox rəsmi bir şey deyil. Sadəcə biraz deyək ki, bəlkə sizdən biraz çox bildiyim fransayzing mövzusunda sizdən bölüşmələr eləyəcəm. Və gördünüz, Vüqar müəllimi görüncə biraz daha çox emosionallıq getdi. Yəni görün neçə bir 30-41 nəfərin hamısı olsaydı burada nə partlayışlar olacaq. İnşallah. Xeyirli olsun. Nəzərə almağınızı xahiş edirəm ki, biz də rahat bir şəkildə başlayaq. Dostlar, mənə sadəcə bir maraqlıdır ki, yəni mən çox ümid edirəm ki, bunu açıb öz işlərlə məşğul olmayanlar var deyə. Buna görə mən tur rəhbər çalışarkən belə Pamukkale, Kapadokya, Türkiyədə danışdığım maraqlı tarixi, coğrafi hadisələri belə maraqlı formada danışdığım zaman belə turdan qayıdarkən viktorinalar eləyirdim və sual-cavab şəklində udanlara da Onyx-dən daşlar, Pamukkale dəsmallarının hədiyyələrini verirdim. Yəni burada da hədiyyəmiz olacaq təbii ki, kamerasını açanlara və şirkət sahibidirsə biz onunla diaqnostikamızı da ödənişsiz və maraqlı suala və kameranın açıq olmaq şərti ilə biz həmən o şirkətin diaqnostikasını ödənişsiz eləyəcəyik. Bəlkə bu stimulla kameraların açılmasına vəsilə olarıq. Bu belə. Onda icazənizlə vaxt itirmədən başlayağın. Təxmini olaraq düşünürəm ki, 45 dəqiqə çəkəcək bu mövzu. Əslində çox uzun mövzudur və biz bu mövzunu adətən 2-3 saatda keçirdirik, amma daha çox
ümumi formada keçməyə çalışacağım ki, 45 dəqiqəyə də yetişək. Sadəcə mənə nə maraqlıdır? Burada sahibkar olanlar heç olmasa chat vasitəsilə də bildirsələr ki, neçə dənə sahibkar var. Sahibkar olanlar bir yazardı zəhmət olmasa chata. Artıq fəaliyyət göstərir. Rauf Amanov təşəkkürlər. Vüqar Hüseynov. Görək ümumi 42 nəfərin neçəsi sahibkardır. Yəni öz şirkətin sahibi və ya üst rəhbərlikdədir, idarəçidir. Biz Vüsal bəydən xahiş eləyəcəm. Mən chatı çox da izləyə bilməyəcəm. Çalışın siz ümumi statistikanı sonra mənə deyin də zəhmət olmasa. Ümumi chatı böyük açanda orada rahat bilinəcək. Oldu. Yaxşı, paralel olaraq da investor olmaq istəyən, biznes yatırım axtaranlarda 2 yazsın. Aha. Vüqar Hüseynov həm bu, həm buradadır. Ola bilər, normaldır. Hər ikisi olanlar 1-2 də yaza bilərdi. Tamam, artıq bu şəkildə getsə problem də yoxdur. Aydındır. Aydındır. Mən belə başa düşdüm ki, əsas mənim dinləyənlər olacaq 5 nəfər. Digərləri də olacaq sadəcə ümumi məlumat almaq istəyənlər. Olsun. Yəni franchising mövzusu hansısa vaxt sizə diqqətinizi çəkəcək. Burada adətən magistratura, doktorantura və normal bakalavr tələbələri də olur ki, mövzular yazırlar. Biz onlara da kömək oluruq mövzu ilə bağlı. Çünki çox aktual mövzu olacaq. Azərbaycan üçün də xüsusən çox bir dəqiqə ən aktual mövzulardandır. Təşəkkür edirəm cavab verənlərdən, reaksiya verənlərdən daha doğrusu. Biz yavaş icazənizlə keçək. Mövzumuzun başlığı gördüyünüz kimi iqtisadiyyatımıza, sahibkarlarımıza və milli markalaşmamıza lazım olan franchisingdir. Yəni burada biz daha çox iqtisadi məsələləri çox ümumi olaraq girəcəyik. Yəni qısa olaraq əsaslandıracağıq və dünyadakı franchising modeli ölkələrdə mövcud hansı vəziyyətdədir və niyə bu qədər əhəmiyyətli olduğundan danışacağıq. Milli bizneslərin dayanıqlılığını necə təmin edir, hansı formada təmin ediləcəyindən baxacağıq və milli markalarımızın dünya açılması üçün franchisingdən necə biz istifadə edə biləcəyik. Mən özümü tanıtdırım. Uzun illər bank, holding şirkətlərdə marketing strukturlarının rəhbəri çalışmışam. Eyni zamanda akademik olaraq da Türk Dünyası İşletmə Fakültəsi İqtisad Universiteti nəzdində olan marketing menecmenti dərslərinin sadə hesabı keçmişəm və Turizm Menecment Universitetində də vaxtaşırı dərslər vermişəm. Belə deyə bilərəm ki, qısa olaraq həm də biznes mərkəzlərdə də təlimçi kimi, ekspert kimi də, konsultant kimi də çalışıram. Burada yəni həm nəzəri, həm akademisyen, həm real sektorda olan biriyəm. Müxtəlif vaxtlarda ictimai meyvə tərəvəz assosiasiyasının direktoru olmuşam. Müxtəlif iş adamları klublarında hal-hazırda idarə heyətindəyəm. Business Partner Club bir klubumuz var. Və demək olar ki, bütün networking belə deyək, iş adamları klublarında da üzvlüyümüz var. Gəlin sahibkarlardan ilk başda elə belə başlayaq ki, bir sahibkarlıq təkamülü var. Bu xətt kimin xəttidir Vüsal bəy? Yaşıl xətt var ekranda. Şimdi onu silmeye çalışalım. Mən Hepsi vermədim. yanlışlıkla oldu. Demək, belə deyək, hər bir, yəni sahibkar olmaq istəyənlərə də tövsiyəmiz, yəni bu keçərli olacaq. Demək, hər bir biznesin bir başlanğıcı var. O başlanğıc başlayır bir düşüncədən. Bir ideya çıxır. Və o ideyanı
Və ideya çıxmamışdan öncə də bir axtarışda olur ki, yəni nə işlə məşğul ola bilərəm. Burada adətən çay evlərindəki söhbətlər, qonşulardakı söhbət, uğurlu hansısa bir təcrübə və sairədən ilham mənbələri ola bilər və ya uşaqlıq hansısa bir arzuları ola bilər və ya valideynin hansısa bir işindəki uğurları ilə bağlı övladları onu davam elətdirmək istəyə bilər, dəyişik, yeni formada və s. Və ondan sonra iş başlanılır. Sahibkar özü satıcı olur. Sıfırdan başlayır, hər yerə özü gedir. Bunu biz KFC-nin qurucusunda da görmüşdük ki, yəni adam 60 yaşında hərbidən Sanders komutanı belə də hərbiçisi əməkliyə çıxanda, pensiyaya çıxanda özü fikirləşir ki, mən necə bir iş qura bilərəm. Və yadına düşür ki, uşaqlıqda bir sous hazırlayır toyuğa, bacısını toyuğu sevdirmək üçün. Bir souslar hazırlayır. Yadına düşür ki, onunla mən nəsə eləyə bilərəm. Öz velosipedi ilə mağazalara gedir, gəlir, yəni mağaza deyəndə restoranlara təklif edir öz xidmətini. Sizcə neçə dəfə təklif eləyir, imtinalar alır və neçəncisindən artıq okey alır? Çata yazsaz şad olaram, heç olmasa bir 4-5 dənə təxminləri görmək istəyərəm. Anar Yaşaroğlu 1100-dən 70. Çox sağ olun. Anar bəy, daha təbrik edirəm, daha çox yaxınlaşdı. 1008 dəfə Fatimə xanımı da təbrik edirik. 1008 dəfə yaşlı kişi imtina cavabı alır. Düzdür, bəzilərinə təkrar olaraq da gedənlər də olurdu, amma axırda 1009-cunda dedilər ki, gəl elə. Yəni düşünün ki, biz özümüz hansı belə deyək, neçəncidən sonra həvəsimiz ölərdi. Bəlkə də 3, bəlkə də 5. Amma adam yaşlı adam. Yəni qüruruna yedirə biləcək bir formada 1008 dəfə qapılar döyülüb. Və o da o səbirlikdən, o dayanıqlılıqdan, əzmkarlığı ilə bugün KFC yaranıb. Satıcı özü olur. Daha sonra şirkət satıcılarla məşğul olmağa başlayır. Satıcılar da alır, amma yenə də özü də məşğul olur. Çünki çatdıra bilmədiyi zamanlar istər-istəməz hər yerə gedə bilmir və məcbur satıcı vakansiyası açır və qurulur. Sonra satış müdürü qoyulur. Yəni görür ki, bu satışla özü də məşğul ola bilmir. İşin əməliyyat tərəfi var, satın alma, tədarük, digər şirkət funksional belə deyək işlər qalır, maliyyə, mühasibatlıq və s. Onları bir idarəçi kimi başlayanda bir satış müdürü alır. Satışı tamamen onlara verir. Amma bu da belə deyək yaxşı sayılan bir cəhətdir. Amma biz burada sistemi, növbəti addımı isə hansı ki biz də onu franchisinglərdə görürük, o satış sistemidir. Yəni artıq professional bir satış sistemi qurulur. Yəni bizim misal üçün gördüyümüz McDonald'slar 40.000 restoranlarını satış sistemi, ümumiyyətlə biznes sistemlə idarə olunur. Yəni heç kim orada şəxsiyə, insana, hansı bir rəhbərə tabi deyil. Bir sistem qurulur. Və biz də ümumiyyətlə franchising demək düzgün gəlirli satış sistemi deməkdir. Dayanıqlı biznes deməkdir. Yəni bizim də bütün işlərimizin, yəni amalı Azərbaycanda franchising sektorunun düzgün bir şəkildə, peşəkar şəkildə inkişaf edərək, niyə bunu mən vurğulayıram? Çünki Türkiyədə 90-cı illərdə başlanılan franchising hərəkatı çox mənfi cəhətlərlə yadda qalıb. Çünki isim haqqı adı ilə çox böyük bir dələduzluqlar olub. Buna görə peşəkarı xüsusən vurğulayıram ki, əsl peşəkar şəkildə franchisingin inkişafına ehtiyacı var. Yəni franchisingin inkişafıyla öncəki çalışmamız dayanıqlı bir biznesin qurulmasıdır. Yəni franchising olmaq üçün öncəliklə biz dayanıqlı olmalıyıq, gəlirli olmalıyıq, sistemli olmalıyıq. Yəni insandan asılı olmamalıyıq. Yəni 40.000 restoranı idarə edən McDonald's bir ildə 1.4 milyard sadəcə royaltilərdən qazanır. Yəni dövriyyələrin 5%.
Əvvəl 4 idi, indi 5% oldu. Yəni biz hər yediyimiz müqayisə üçün nümunə deyim, hər yediyimiz McDonald's burgerindən 5% gedir Amerika iqtisadiyyatına. Franchisingin iqtisadiyyatımıza nə kimi faydası var? Gəlin ona öncə ümumi olaraq nəzər yetirək. Birincisi, yerli və xarici bazarlarda milli markalaşma. Made in Azərbaycan adı ilə icazə verin mən WhatsApp-ı bağlayayım. Made in Azərbaycan. Hal-hazırda bilirsiniz ki, Cənab Prezidentin də ilk prioritet istiqamətlərdən biri də Made in Azərbaycandır. Dünyaya tanıtmaq. Düşünün ki, dünyaya sadəcə texnologiya, hansısa bir əmtəklə tanınmır. Həmən ölkənin mədəniyyəti də bir növ tanınmış olur bu vəsilə ilə. Yəni, hansısa bir yeməyimizin tanınması ki, təəssüf ki, bu sahədə çox geridə qalmışıq. Amma bir yemək belə ixrac eləmək, McDonald's bir mədəniyyətin də, fast food mədəniyyətini də, Amerika yemək tərzini də nə qədər də zərərli olduğunu hamı bilsə də, amma onunla bir təbliğatçısı kimi olub. Yəni, Amerikanın bir növ mədəniyyətini də təbliğ eləmiş olur. Amma bizim bu sağlıqlı yeməklərimiz ola biz onu təbliğ eləyə bilmirik. Yəni, misal üçün, qardaş Özbəkistanın artıq İngiltərədə, Avropada fast foodları çox yayılır. Bizim də məqsədimiz bu qaçırdığımız qatara heç olmasa o fərqi azaldaq, bir an öncə biz də o yolun yolcusu olaq. Dayanıqlı bizneslərin artması ilə ölkə iqtisadiyyatına vergi artımı olur. Yeni iş yerləri deməkdir bu, ümumdaxili məhsulun artışı deməkdir. Sınaqdan keçmiş bizneslərin böyüməsidir. Vergi ödəyicilərin sayının artması demək. Yəni, mən sizə bir misal deyim. Biz hamımız bir hansısa ideyandan hərəkətlə bir iş açırıqsa, ki, hamı da elə olur, hansı bir ideyadan açılır, nəyisə böyük ehtimal nəzərə almadığı zaman 80% bu açılanların 3 ilə qədər bağlanılır. Çünki tab gətirə bilmir. Çünki həqiqətən də biz sınaqdan keçməyən, öz təcrübəsi ilə öyrənəndir. Qazananlar 20% olur. Onun da 4%, 5 ilə də 10%, maksimum 15% qalır. Yəni 100 dənə şirkətdən onu bağlanılır. Onu qalır daha doğrusu. Finişə çatanlar. Yəni ona görə bu da 80%, 85% israf deməkdir. Yəni havaya uçan sərmayə deməkdir. Bağlanan iş yerləri deməkdir. Və ya hansısa bir borcla açılan biznesdirsə, sosial problemlərə açılan bir qapı deməkdir. Boşanmalar deməkdir, misal deyirəm. Yəni, ümumi, görün nə qədər cəmiyyətə də təsir edə biləcək bir vəziyyətə gəlib çıxırıq. İnvestisiyanın riski az, daha sağlam layihələrə istiqamətləndirilməsi. Yəni, burada da dediyimiz kimi, yəni, artıq mən bir nümunə həmişə çəkirəm. Düşünün ki, bir investor deyək də, yəni bir eşidir ki, çay evində oturur, bir ehtiyat hissələri mağazasının dostunun çox yaxşı pul qazandığını eşidir. Fikirləşir ki, mən də bunu eləyə bilərəm. Misal, özü üçün düşünür və gedir, əlində də bir 50.000 pulu var. Açmaq üçün də buna biraz oradan-buradan soruşur. Ona deyirlər ki, 100.000 pul lazımdır. Baxın, sualım sizə olacaq. Bax, bu adam sizə yaxınlaşsa, siz də banksız və ya investorsuz. Desək ki, bax, 50.000'im var, 50.000 də verin. Baxın, bu da biznes plandır, filandır. Belə açıb kəsir ki, mən qazanacağım, bu biznes uğurlu olacaq. Siz necə yanaşarsınız bu vətəndaşa, bu investorumuza? Mikrofonu aça bilərik, yəni rahat danışa bilərik. Sualı bir daha təkrarlayın, zəhmət olmasa. Yəni bir çay evindən ilhamlanıb ideyasını təkmilləşdirərək yaxınlaşır, öz pulu da var, 50.000 pulu var bir vətəndaşın, Əhməd deyək. Əhmədin 50.000 pulu var və 100.000 lazımdır ki, bir ehtiyat hissəsi açsın.
Yəni təxmin edir ki, yaxşı pul qazanacaq. Və gəlir 50 ya banka gəlir, ya investorun yanına gəlir. Siz onlardan birisiniz deyək. Hə. Sizin yanaşmağınız necə olar? Nə kimi suallar sizə maraqlı olar ondan eşitmək? Hansı Çox sualları verərsiniz ilk başda? verə bilərəm mən sualları. Nə kimi suallar? İlk növbədə deyim ki, elə adamın ideyalarını dinləyərəm gözəl şəkildə Aha. və onun 50.000 manat yatırdığı pulu, Hı hı. 50.000 biznes plan üzərində və ideyalarını hamısını biznes plana cəml edərik. Hesablamalar apararıq. Hesablamalar nəticələrini, sonlama nə olacaq, onların hamısını ortaya qoyub müzakirə edərik. Hı hı. Və müzakirənin əsasında biz də ona qatılarıq. Onun dediyi 100.000-i də qoyarıq. Onun ideyalarını inkişaf etdirərik. Yəni bu siz haran işçisiniz? Mən elə yazdım bu dəqiqə ki, mən ehtiyat hissələrinin satışı ilə məşğulam elə. Hə, Vüqar Topdan. bəy. Mən sizi deyəsən tanıyıram. Daha öncə də görüşmüşük siz. Ola bilər. Biz sizin müştərinizik həm də. Lap yaxşı. İndi siz ehtiyat hissələri çox gözəl təsadüf elədi. Amma mən fərqli düşünərdim. Həqiqətən də və reallıq da bunu əks etdirir. Yəni hamıya maraqlıdır ki, bu Əhməd daha öncə bu işlə məşğul olubmu? Doğrumu? Ona Yəni görə biznes planını soruşdum da ki, amma adamın biznes planda gözəl rəqəmlər yazıla bilər. Bacarıq səriştə başqa bir şeydir. Fərasət başqa şeydir. Doğrumu? bəli, Yəni mütləqdir. əsl reallıqda odur bizə lazım. Biznes Praktika. plan bəli, Praktika. bəli. Gördünüz? Təcrübə. Bu birinci bizim səhvimiz. Yəni nə mənada əksiyimiz. Ona görə banklar və investorlar buna baxır ki, sən əvvəlki bu sahədə nə kimi uğurların olub? Bu birincisi. İkinci, çünki onun 50.000-i batsın, amma bu əsas bunun 50.000-nə bir şey olmasın. O risk kimi ona baxır. Amma indi gəlin кейsimizi biraz Əhmədin başqa rola salırıq. Əhməd əlində şassi markasının əslində rekomendasiya məktubu ilə gəlir ki, mən burada açmaq istəyirəm. Orada da şassinin də tövsiyə məktubu var ki, həqiqətən də orada açılmasında xeyir var. Çünki iqtisadçılarımız, analitiklərimiz bunu analiz edib, oradan da orada işləyəcək. Çünki şassi istəməz ki, orada bugün açılsın, sabah bağlanan biznes olsun. Çünki markasının adının hörmətinə görə, imicinə görə buna razılaşmaz. Doğru mu? Doğru. Yəni, dolayısıyla franchising artıq mənim Əhmədin əvvəlki təcrübəsi, əvvəlki həyatı, karyerası mənə önəmli deyil. Amma mən bilirəm ki, onun arxasında artıq şahsi durulacaq. Və əlavə bir üstünlük isə tək başına Əhməd açanda 100.000-lə başa gəlirsə, misal, şahsinin nümayəndəsi olsa orada, topdan alma sayəsində o 80.000-lə 70.000-ə məsələni bağlayacaq. İstər bunun proqram təminatından tutun, bunun mebel rəflərinə kimi. Əsas da ehtiyat hissələrində yəqin siz də proqramdan istifadə edirsiniz də. Yəni o qədər kiçik xırda şeyləri, aksesuar deyək və ehtiyat hissələrini bilə bilməzsiniz harda yerləşir. Ona görə proqram, uçotu, ambarı və s. düzgün bir şəkildə aparılmalıdır. Dolayısıyla nə demək istəyirəm? Franchising bu tərəfdə də özünü göstərmiş olur müsbət cəhətdə. Əlavə olaraq inkişaf edəcək təchizat və dəstək xidmətləri ilə franchising ekosistemi formalaşır. Bu nə deməkdir? Bir düşünün ki, bir restoran açıldığı zaman onun lokasiyası seçilir. Yəni burada əmlakçılıq rol oynayır. Əmlak bazarında bir canlanma olmalıdır. İkincisi bunun reklam bazarı olmalıdır. Bunun avadanlıq bazarı var. Bunun təchizat, logistikası, xam mal. Görün nə qədər özü ilə aparır bir biznes kimi, franchising, ümumi sektor kimi baxdığımız zaman. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya sürətlənir. Burada gedən gələn şirkətlər olur, franchisilər açılır, beynəlxalq markalar gəlir və o səviyyə artırılır. Məsəl üçün, xarici bir marka gəldiyi zaman və orada çalışan bir yerlimiz 3 il sonra, 5 il sonra başqa şirkətdə işləyəndə o şirkətin mədəniyyəti, təcrübəsi və bir kompetensiyalı bir əməkdaş almış olurlar. Bazar rəqabəti güclənər. Yəni, bazar rəqabəti gücləndiyi zaman da
Ümumiyyətlə rəqabət olduğu yerdə innovasiya da olur, inkişaf da olur, daha müştəri məmnuniyyəti olur, müştəri fokusluğu olur. Müştəriyə məhsul və xidmətlər daha da etina ilə yanaşılır. Ölkəmizdə regionların inkişafı, yəni artıq hansısa bir otel açılıb müştəri yığa bilmədiyi zaman hansısa bir franchising oteli ilə yığanda və o deməkdir ki, bu misal üçün düşünün ki, tanınmış markanın 500 min izləyicisi var, takipçisi var. Tanınmayan marka gedir açır, sezondan sezona müştəri yolu düşəndə gəlir. Amma istər-istəməz bunun franchisinin bir nümayəndəsi markanın gücü olsa, ora mütəmadi şəkildə kampanyalarla təşviq edici belə deyək, aksiyalardan ora müştəri yığılacaq. Doluluq oranı nisbəti daha çox olacaq. Yəni bu cəhətdən də maraqlıdır. Və ən sonda da himayədarlıq sahibkarlığı deyə bir şey var. Bayaqlar dediyimiz kimi, şahsi istəməz ki, oradakı uğursuz olsun markası. Onun marağındadır ki, o coğrafiyada təmsil olunur. Onun marağındadır ki, orada tanınmışlıq artır. Yəni belə bir statistika da sizdən paylaşım, dəyərli dostlar. Bir markanın bu faktı və siz də bunu təsdiqləyəcəksiniz ki, doğrudur. Yəni bir markanın tanınmışlığı nə qədər yaxşıdırsa, o qədər müştəri cəlb etmə xərci az olur. Doğrumu? Yəni biz ha vaxt reklam xərcimizi çoxaldırıq. Bizim markamız tanınmadığı zaman, hələ marka deyilik. Hələ ondan bizə bir müştəri bahalıya başa gəlir. Misal üçün 100 dollar xərcləyirsiniz, 10 dənə müştəri gəlirsə 1 dollara 10 dollara gəlir başa bir müştəri, doğrumu? Yəni amma siz nə qədər tanınmışlıq olsa, yəni 90 nəfərdən də biz tuta bilərik. Yəni reklamı görən o 100 nəfərdən marka tanınmışdısa 20 nəfər gələcək. O da deməkdir ki 5 dollara başa gəldi sizin müştəri cəlb etmə xərciniz. Bunun kimi. Yəni bir marka ölkə daxilində və ya ölkə xaricində nə qədər çox tanınırsa, bir o qədər müştərilər daha loyal yanaşır. Sahibkarların burada gözləntilərindən danışırıq. Misal üçün, hamı sahibkarlıqdan başlayanda biz necə başlamışdıq? Misal, Vüqar bəy, yəqin ki, quracam şirkətimi saat, bəli, düzdür, ehtiyat hissələrində bilmirəm, o elə nə qədər doğrudur. Yəni, ümumi olaraq baxsaq, bir iş adamı özündə, xəyalında bir formalaşır, özü istirahətə də gedə bilir, orada gedir və sistem özü işləyir. Xəyalımızda o şirkət, kinolardan təsirlənirik, elə görürük. Amma reallıqda nədir? Reallıqda telefonumuzu bağlaya bilmirik, saat 11-ə kimi problemlər olanda zənglər gəlir, müştəri məmnun qalmayıb, müştəri səhv başa düşüb, logistikada düz aparmayıblar. Yəni, gündəlik məsələlərə görə elə alınmır, təəssüf ki. Komandanı cəlb etmək, təlimləndirmək, mən sıx-sıx sahibkarlarla görüşürəm deyə bunu rahat deyə bilirəm. Təlimləndirirsən, işçilər komanda dağılır, qaçır, motivasiya elə bilmirlər. Xüsusən indiki hamı şikayətlənir ki, o Z nəsli işləmək istəmir, tənbəldilər. Misal üçün, təzə yəqin ki, burada rastlaşanlar olub ki, təzə məzundur, elə maaş deyir ki, yazıq 5 il işləyən məndə deyir, o onu istəmir. Biraz bu tip şeylərdə rastlaşırıq. Bölmə rəhbərləri işdən ayrılan kimi dərhal bütün şirkət dayanır, paraliz olur. Çünki sistemsizlik hakimdir. Satışımız yaxşı olsa da ödəmələr zamanı daima problemlərin olmasıdır. Yəni burada da müəyyən maliyyə uçotun düzgün aparılmaması ilə bağlıdır. Sosial şəbəkələrdə izləyicilərimiz çoxdur, amma bir faydasını görmürük. Yəni targeting düzgün aparılmayıb, düzgün auditoriya ilə işləmirik, düzgün cəlb etmə rıçaqlarımızdan istifadə eləmirik. Sahibkar idarəçinin mikromenecmentə məşğul olması. Yəni bu nə deməkdir? Bir sahibkar şoferin də icazəsini verir, xırda bir qələm dəftərinin alınmasına bu qərar verir.
Yəni hər şeyə özü qərar verirsə, onun deyək ki, mən dəfələrcə rast gəlmişəm. Təəssüf ki, bu da bizim ağrıyan bir problemimizdir. Milli sahibkarların adam misal üçün baxırsan ki, böyük dövrələr eləyir, böyük saatına böləndə saatı 300 manata başa gəlirsə və 50 manata başa gəlirsə, amma adam 300 yox, üzr istəyirəm, 50 manata başa gələn var idi. Adam oturub belə xırda bürokratik şeylərdə, mikromenecmentlə məşğul olur. Yəni o da deməkdir ki, hansı ki o işi sadə 5 manatlıq olan bir assistenti də qura bilərdi. Yəni sahibkarlar əslində işin strateji, doğru işlərlə məşğul olmalıdırlar. Operationu, əməliyyatı elə qurmalıdır ki, özü ancaq strateji böyümə, miqyaslanmaq, hansı bazara girmək, hansı partnyorluqlarla məşğul olmaq yerinə oturub xırda mikro menecmentlə məşğul olması çox belə deyək, məyus edici bir hadisədir. Amma əməliyyatda nədir? Yəni belə sizə deyim də, bir şirkətin uğurlu olmasında bir doğru işlər var, doğru işlər aparılmalıdır. Yəni doğru işlərə yönəlməlidir. Yəni bu nə demək? Strateji məsələlərdir bu. Bir də var ki, yəni bu doğru işlərin, həmən o işlərin doğru aparılması. Baxın, doğru işlər, bir də işlərin doğru aparılması. Bu isə əməliyyatdır. Qısa olaraq bunlar bir-birini tamamladığı zaman uğurlu olur. Yəni işlərin doğru aparılması bir əməliyyatın, icraçı direktorun tabeliyində olan məsələdir. Amma əsas qərarlar üst yönetimdə deyək də, üst menecmentdə görülür. Yəni və bizim beynimiz həm ora, həm bura düzgün, effektiv çalışa bilmir. Bu bir gerçəkdir. Yəni həm iki anda həm doğru işlərdən, yaradıcı işlərdən, həm texniki işlərdən işləməsi uğursuzluğa da vadar olur. Sizdə nə kimi belə deyək, gözləntiləriniz olub və yaşadığınız bir problemlər olur? Maraqlıdır dinləmək. Demək, Elnur bəy, dedikləriniz tam olaraq razılaşıram sizlə. Bizim Azərbaycandakı sahibkarlar, o cümlədən mən özüm də neçə illərin təcrübəsi ilə fəaliyyətlə məşğul olmamıza baxmayaraq, hələ də yəni məyus edici vəziyyətlərdə işləyirik. Yəni xırda menecmentli işləri ilə bütün işlərin sıfırdan ta fəhləliyindən müdürlüyə kimi bütün işləri özümüz görürük. Bu baxımdan da həmişə əlhəmdülillah gəlir varsa da inkişaf yoxdur. Yəni franchising kimi artırmalar, filialların çoxaldılması və onlara nəzarət vəziyyətinə keçməyə imkan olmur. Çünki hələ də xırda menecmentli işləri ilə özümüz məşğul olmaq məcburiyyətində davam edirik. Bunun aradan qalxızılması üçün elə sizin bu fikirlərdən müsbət fikirlər götürmək və dəyişiklik etməyi görürük. Çox gözəl. Yəni aşağı yuxarı hiss edirsiniz ki, real sektora yaxın cümlələrdir, yaxın ifadələrdir. Tam real. Bəli. Və düşünün ki, bugün bir dostumuzla da elə bu barədə də danışdıq. Misal üçün, restoranlarda var ki, şəhərin mərkəzindədir, ancaq ziyanla işləyirlər. Halbuki, o qədər bəsit qıraqdan baxanda həll yolları var ki, ən azından bir müqayisə edəcək benchmarking deyə bir şey var da, müqayisəli bir yanaşma. Misal üçün, gəlin belə bir şey deyək. Hər bir şirkətin bir funksiyası var da, yəni sizə də məsləhətim xüsusən sahibkarlara, siz nə iş görürsünüzsə, onun, misal üçün, restoranda biz satın almasından, bax, restoranın uğurlu olmasında birinci siz də öz biznesinizə tətbiq eləməyə çalışın. Restoran biznesində ən önəmli məqamlar nədir? Ən azından bir, təməl nədən başlayıb? Sağlam ərzaqların alınması, təzə, fresh deyək də, sveç deyək. Bunların alınması və ucuz alınması və doğru vaxtında çatdırılması. Doğru mu? Çeşidi bol olması. Yəni müştəriyə yox deyilə bilməməsi də, bu ərzaq yoxdur, bu var. Bu bir meyarlar var, doğru mu? Və bu özümüz sadəcə bunu özümüz yəni təcrübədən bilə bilərik ki, yəni biznesin ən təməl əlifbasıdır da. Yəni ucuz almaq, çeşidi bol olmaq, keyfiyyətli mal almaq, bu ümumi bildiyimiz şeylər. Və vaxtında çatdırmaq. Vaxtında logistika, doğru. Yəni bu elə bir tamamlanan bir şeydir. Yəni meyarlar budur. Biz bu meyarlara uyğun vəzifə təlimatını veririk və burada biraz da taktiki gedişlər də veririk. Satın alarkən, qərar verərkən 3 dənə şirkətdən təklif al. Yəni bu da bir tender qaydası kimi. Yəni birindən təklif alarsan, sən aldana bilərsən. Bəlkə bazarda daha ucuzları var. Yəni və
Bu bir istiqamət. Yəni və təbii ki, bu adam, bu menecer bunu nə qədər düzgün motivasiya eləsəz ki, sən doğrudan da biz arada biz nəzarət də eləyəcəyik deyirik də ona. Doğrudan da sən şirkətin böyüməsində qatqın olubsa, o qatqıdan sən bonus alasın. Və bu KPI kimi formalaşacaq. Sənin uğur performansını formalaşdıracaq. Bu bir. İkincisi, biz ofisantdan nə gözləyirik? Ofisant menyunu yaxşı bilməlidir. Menyunu, yəni özümüz bu avatar deyirik də, biz buna bir hədəf kadr deyirik ki, biz bu kadrdan bunu gözləməliyik. Yəni bilməliyik və bunu da yazılı olmalıyıq. Beyindən çıxmalıdır bu. McDonald's-da mən sizə bir maraqlı fakt deyim. Yəni McDonald's eləyən nədir? Bir dənə faktı deyəcəm. Özünüz görəsiniz ki, halal olsun. Hər nə qədər zərərli şeylər satsalar da. Yəni onların boş kassa qışqırmağın, bağırmağın belə standartlaşdırıblar. Kassada yəqin ki, eşitmişsiniz, xanımlar və ya bəylər boş kassa qışqırır. Və sizin ağlınızda necə qalıb o səs? Sizcə hansı standartı qoyublar ki, necə qışqırmaq lazımdır? Fikir yadınıza salın. Məsəl üçün, düzdür, mən də çoxdan da olmamışam. Bəlkə arada uşaq, yəni Türkiyədə də, burada da hər yerdə o standartı, Afrikada da hər yerdə o riayət olunur. Nədir o standart? Mən sizə deyim. Təbəssüm edərək qışqırırlar. Boş kassa, yəni şən şəklində. Görün, elementar bir şeydir. Amma bunu da belə standartlaşdırıblar ki, ona görə də McDonald's olur. İkinci məsələ, biz ofisantdan nə gözləməliyik? Menyunu yaxşı bilməlidir. Kuxnaydan, mətbəxdən daimə kontakt olmalıdır ki, menyumuzda doğrudan da bu dəfə nə var, nə yox. Yəni bir problem varmı? Hansı menyumuzda? Ola bilər də mövsümü məsələdir, hansı ərzaq tapılmayıb. Onunla da koordinasiyalı işlənməlidir. Qiymətlərdən bilməlidir. İnqrediyentləri bilməlidir. Tərkiblərində nə var bilməlidir. Doğru mu? Bəli, Yəni bəli. ideal ofisantdan söhbət gedir də. Yəni ən azından ona sual verəndə bu nədir? Bunun içində nə var? Deyəndə özünə əmin şəkildə deməlidir. Biz idealı, amma düşünün ki, tam tərsi. Bir dəqiqə deyəlim, gelim soruşum dəqiq. Bu artıq peşəkarlığın sonu deməkdir. Yəni biz ümumi marka nə deməkdir? Bizim hansısa bir alışverişimizin uğurlu təcrübəsi deməkdir. Biz alışveriş elədiyimiz zaman bir təcrübə qazanırıq. Ya müsbət olur, smailik olur, ya mənfi olur, ya neytral olur. Bəzən də hirsli olur. Üstüvə qaynar çayı dağıdırsa, artıq əsəbləşib, təhqir edib çıxırsan ki, siz elə ələ əsənləri gətirmişsiniz filan seçməkan və ya zakaz edirsiniz, hamısının rastlaşdığı şey, sizi unudur. Sizdən sonra gələnlərə qulluq eləyəndə deyirsiniz ki, bu belə təhqir kimi olur insana. Baxın, bu elementar bir şeylərdir. Buna görə bunların hamısı yazılı surətdə, imzalı formada. Yəqin ki, Hilton otelində və ya xarici brend otellərə girəndə və ya restoranlara, orada ayaq yolunda görürsünüz, imzalı şeylər var. Deyirsiniz ki, bu nədir? Bu yazı, imza atırlar gedir. Bu yoxlanış şeyi də budur, məhz. Yəni, doğrudan da xadiməsi gəlib, növbətçi gəlib təmizləyib bu saatlarda. Yəni, bu elə dəyərlər markanı formalaşdırır. Yəni, franchisingdə də markalaşmaq bir nömrəli ön tələbdir. Baxın, indi sizin B nöqtəmiz kiçik sorğu eləmək istəyirəm. Yəni, biz nə gözləyirik də? B nöqtəmiz nədir? Bax, deyək ki, biz indi A nöqtəsindəyik. Bir yaxla aşağı yuxarı dediklərimiz məsələlərdə rast gələcək, amma yenə davamında sizin də əlavəniz varsa paylaşa bilərsiniz. Mən çata baxa bilmirəm, amma indi baxıram, nəsə yazırsınız. Əsasda xidmət yüksək olmalı. Bəli. Yəni, biz özümüz işə görə adam seçməliyik, adama görə iş yox. Yəni, o ağdamların qəşəng bir alverçi, maşın alverçisində məşğul olan ağdamlar da var. Maşını alanda udmaq lazımdır, doğru mu? Məşhur söz var. Bax, bizdə də işçini alanda udmaq lazımdır. Onu da udmaq üçün nə eləmək lazımdır? Düzgün iş vakansiyasını elan eləmək lazımdır. Düzgün yerdə eləmək lazımdır. Elə eləməliyik ki, cazib olsun və insan bilsin orada nə gözləyir. Yəni, 100 nəfərdən 1-2 nəfər bizə faydalı ola bilər. O 100 yoxsa 2 nəfərdən məcbur adam yoxdur. Birini alanda o düzgün seçim ehtimalımız da az olur. Ona görə bizim məqsədimiz ən azından 100 nəfər
elan eləyə bilmək, düzgün adamları toplaya bilmək. Çünki adətən heç əlaqəsiz mühəndisdir, yazıb marketinq vakansiyası görüb müraciət edib misal. Yəni onu da nəzərə alın ki, bir 50% ən azından bunlar olacaq. 30% təcrübəsiz olacaq. Nə bilim, sizə uyğun olmayanlar olacaq və s. və ilə. Yəni ona görə ən azından bir 100 nəfərə çıxmaq lazımdır ki, oradan 1-2%-ından düzgün adamı seçə biləsiniz. Və düzgün adamı da seçmək üçün də elanda siz iş təsvirini düzgün aparmaq lazımdır. Yəni BP-nin iş elanına baxdığınız zaman orada hər şey açıq-aşkar görsənir. Sizdən nə tələb olunur? Öhdəliyiniz nə olacaq? İş qrafiniz, rejiminiz nə olacaq? İntervyulardan keçəndə nələr olur? Yəni neçə mərhələli bir intervyu olduqlarının hamısını deyirlər. Misal üçün bir sahibkarın gözlədiyi nədir? Satışların davamlı artırılması. Doğrumu? Bunu heç kim inkar eləməz. Mövcud xərclərin də azaldılması, yəni və ya optimallaşdırılması. Yəni bu nə deməkdir? Yəni əvvəl 5 manata 1 vahidlik keyfiyyətli bir şey alırdımsa, indi 5 manata 2 vahidlik keyfiyyətli bir şey almaq istəyirəm. Kimi də ola bilər. Loyal müştərilərin sayının davamlı artırılması. Yəni bir iş yerində nə qədər loyal müştərisi varsa, bir o qədər şirkət dayanıqlıdır, biznes dayanıqlıdır. Yəni loyal müştəri deyəndə nə başa düşürük? Yəni bizi başqasına tövsiyə edən, Yerli müşteri. Daim ora bağlı qalan, sadiq qalan, bir dəfə alıbsa ikinci dəfə də ora müraciət etmək istəyən müştəri, məmnun qalan müştəri. Əla, çox doğru. Yəni biz bunu misal üçün şirkətlərdə NPS deyə bir göstərici var. Onu biz ölçürük. Yəni biz müəyyən eləyə bilirik ki, sənin müştərin nə qədər, neçə nəfər, 100 nəfərdən neçəsi səndə loyaldır. Bunları biz ölçürük və məqsəd qoyuruq ki, səndə indi misal üçün 20% loyaldırsa, bunu biz 30-a çıxardaq. Bununla alətlər, strateji müəyyən eləyib ona doğru gedirik. İşçi dövrəsinin ayrılmaların azaldılması. Yəni çünki yatırım edirsiniz, işçi alırsınız, sonra çıxır gedir başqasına 150 manat maaş, daha çox maaşla. Yəni burada da demək, burada motivasiyada problem var. Düzdür, mən buraları çox durmaq istəmirəm üstündə. Əsas franchising üstündə duracaq. Bu çünki dərin mövzulardır ki, bu bizdə 3 saatlıq təlimlərimizdə və consulting mövzularında biz bunu işləyirik daha çox. Mən inşallah bunlar da bazı sual olsa şey eləyərik. Mən əsas indi franchisingə çox vaxt ayıraq. Baxın, franchising bir inkişaf yollarından sadəcə biridir. İnkişaf deyəndə biz hansı yollardan inkişaf eləyə bilərik? Burada yazmışam. Misal üçün üzr istəyirəm. Misal üçün burada bir şirkət böyüməyə qərar veribsə, misal üçün marketinq alətləri ilə böyüyə bilər. Misal üçün nə deməkdir? Reklama daha çox pul ayırar, sosial şəbəkələrdə daha çox. Bu da bir böyümək. Yəni müştəri sayını artırmaq ola bilər. Satış kanallarını artıra bilər. Misal üçün əvvəl deyək ki, sadəcə marketdə satırdısa və ya nə bilim hansısa bir ərazidə satırdısa, indi internetdə də satırsa, demək əlavə satış kanalları açıb və ya məhsul çeşidini artıraraq böyüyə bilər. Yəni hansısa segmentə əlavə bir xidmət göstərərək və mal sataraq, filialların şəbəkəsini artıraraq böyüyə bilər. Əlavə investisiya qoya bilər, istehsalı artıra bilər və bunlar hamısı xərcli bir şeydir. Yəni öz büdcənlə ayırırsan. Amma franchising bu da bir biznes model kimi investisiya, yəni başqasının pulu ilə, investisiyası ilə alırsan. Baxın, indi Embavutda 2008-də bu çalışmalara başlamışdıq. O vaxtları 13 mağazası 50-yə çıxmışdı. İndi hal-hazırda 150 mağazasını 50-si özlərinindir, 100-ü franchise'idir. Yəni 100-ünün belə deyək, icarəsi, DSMF-i heç kim verilmir.
Franchise biznesində iki tərəf var. Gəlin onları da tanıyalım. Yəni bir franchising biznesin sahibi özü, bir də var bir də hüququ alan franchise. Onlara franchise deyirik. Bu tərəfə franchiser. Axırı R ilə qurtarır. Əsas burada biz nəyə görürük? E, Bir ödəniş olur franchise tərəfindən və o da öz markasını qorumaq adına nəzarət etmək məcburiyyətindədir. Məsəl üçün McDonald's-da ayda bir dəfə bizim bir həmkarımız var, Türkiyədən gəlir, McDonald's-ı nəzarət edir, gizli müştəri kimi. Heç kim onu tanımır, heç kim onu bilmir. O bütün McDonald's-ları gəzir, ayaq yollarında gördüğümüz o imzalarına kimi hamısını yoxlayır, öz raportunu, hesabatını yazıb şirkətə göndərir. Burada isə əlavə franchiser onlara nə verir? Yəni əmtəə nişanının qorunması, firma texnologiyalarını, idarə etmə sisteminin istifadə etməsi, yəni taktik, yəni bütün təlimatlar, necə istifadə eləmək, onlara hətta bir həftə boyunca təzə açılıbsa müşayiət eləyir. Menülarını birlikdə hazırlayırlar, təcrübə biliklərini. Çünki niyə? O marka bunun markasıdır. Onun böyüməsində maraq var. Yəni franchising elə bir biznesdir ki, hər iki tərəf üçün çox maraqlı fürsətlər yaranır. Yəni yeni açılmaq biznes üçün yeni təcrübəsi olmayan üçün bir təcrübədir. Çünki himayədarlıq sahibkarlığı məsələsidir. Pullarının itməməsi deməkdir. Riskli az olan biznesin tərəfdaşı olmaq deməkdir. Xərclərin azaldılması deməkdir. Misal üçün, hamımız mətbəədə bir vizitka sifariş verəndə, mən yadımdadır bir кейsimi deyim, yəni ad çəkməyəcəm. Bir böyük banklardan birində ilk dəfə gedəndə hər bir filial öz vizitkalarını özü çap edirdi. Yəni öz bildikləri dizaynera, öz bildikləri mətbəələrə biri fərqli kağızlar, yəni ağ kağızda, barxıtlı kağızlarda, birində qızılı hərflərlə, birində elə belə. Hamısında da bütçəsi gəlirdi bir dənə vizitka 20-30 qəpiyə, bəzən də 60 qəpiyə. Və bu 11 dənə filialda bu bütçə görün nə qədər eləyirdi. Yəni ümumi hesabda da baxanda bir 100.000 vizitka sifariş verilirdi. Çünki mən onu standartlaşdıranda və offset çapa verəndə bir vizitka 1 qəpiyə başa gəldi. Və o da ümumi olaraq bankın xərcləri deməkdir. Yəni franchisingdə də elədir. Yəni tək başına siz bir dənə broşur sifariş verəndə 20 qəpiyə, 30 qəpiyə başa gələcəksə, siz onu toplu halda mətbəədə offset çapa verəndə sizə 3 qəpiyə başa gələcək. Bu da sizin reklam xərclərinizin azaldılması deməkdir. Bu isə istəyərdim nümunə olaraq verim. Burada deyək ki, Hampton Otelidir, Hilton'ın bir brendidir. Təxmini olaraq fəaliyyətə başlama, bir dəyərləndirmə zamanı bunlara önəm verirlər. Məsəl üçün, fəaliyyətə başlama vaxtı, neçə illik franchisingdir. Yəni, adətən franchisingə qərar verən ən azı 3 illik bir firma olması rəğbətdən görsənilir. Yəni, dünən açılıb, bugün franchising verirsə, ona şübhə ilə yanaşmaq lazımdır ki, bu elə çox təkmilləşməyib. Burada, misal üçün, investisiya dəyəri 4 milyon, 14 milyon arasıdır. Konseptdən konseptə dəyişir. Franchisingə girişi 75 mindir. O biznesin və royalty-də 6%'dir. McDonald's-da bu 5%'dir. Royalty nə oldu? Royalty aylıq dövriyə. Yəni mənim markamı istifadə elədiyinə görə mənə dövriyənin 5%'ni mənə verir McDonald's-da misal. Yəni əsas da franchisingin bir gəlir mənbələrindəndir, biri də odur. Bəzən fix də olur. Baxın, burada fix də var. Məsəl üçün, Anytime Fitness-də deyir, neçə dövrə elirsən elə, mənə aylıq $549 pul verməlisən. Elə də olur. McDonald's-da indi bu il 5% oldu. Bu dəyişməmişəm.
Bu iqtisadi dəyərlərdə baxın, ölkələrdə birinci yerdə dövriyyə olaraq 700 milyard Amerikadadır. Franchising dövriyyəsi. Ardınca ilk dörddə Avstraliya kimi Yaponiya şirkətləridir. Yəni biz təbii ki, buralarda heç yaxınlaşamamışıq elə. Bu franchising markaların sayıdır. Çünki Tayvanda, Amerikada ən çox da Cənubi Koreya'nın markaları daha çoxdur, franşiza bazarında. Asiya bazarı ümumiyyətlə son zamanlarda xüsusən böyüməyə üz tutub. Misal üçün burada da gördüyünüz kimi daha çox ben Amerika'da bu her adım başı 11 buna da rast gelirdim. Ben daha çok yanacak doldurma məntəqələrində olurdu bu mağazalar. En çok da dünyada odur. Bunlar restoranlar, Subway restoranlardır. İndi bu 37 min, 40 minlərdədir. 40 min artıq keçib McDonald's. O McDonald's'ın sadəcə 10% özlərinə aiddir. Geri qalan hamısı franchise'dir. Bunu da bir məlumat kimi deyim. İndi gəlin mən sizə belə sual verim. Biz zəhmət olmasa mənə deyərdiniz, Vüqar bəyi tanıdıq, ehtiyat hissələri ilə məşğuldur. Hansı biznesdadır? Bir tanış olmaq istəyərdim bu sahibkar olanlardan. Car House'da deyəsən Mahir Şakiroğlu. Siz də deyəsən maşın servisidir bu. Mahir bəy, mikrofonu açıb danışa bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Salam, Car salam. House bir avtomobil dünyasıdır. Yəni avtomobil yağlarıdır burada. Burada Liqimoli'dir, Meguin'dir, Bizol'dur. O cümlədən Car House'un da radio layihəsi də var. Akt FM-dən gedir. Yəqin ki, dinləyicilər eşidə bilər. Hı hı. Çok güzel. Yani başka hansı sektörlerden temsil olunan sahipkarlarımız var? Bizdə kösk biznesidir. Axşamınız Kösk. Buyurun, buyurun. Hanım buyurun siz. yox, eybi yoxdur. Bəy danışsa sonra mən deyərəm. Yaxşı. Buyurun, buyurun. Xəyal bəy, buyurun, siz desənsə demək istəyirdiniz. Mən xanımı gözlədim ona görə. Bizdə kösk biznesidir, kösklər. Kösklər. Yəni neçə dənədir? Məsələn, siz çox Bakı şəhər icra hakimiyyətinə bağlısınız onda. Bəli. İcran köskləridir. Köhnə ağ kösklər yox, köhnə qara kösklər. Aha. Yəni o Üç dənədir, hal-hazırda 3 dənədir. siz onu qərar verə bilmirsiniz də ki siz böyüdəsiniz yoxsa. Çünki o standart öyüqlər verirlər. Siz hansısa köskü alıb başqasına franchising verə bilirsiniz ya da sizin Subicarə var, bəli, mümkündür. Ancaq biz 2 nəfəri elə biz hər günün sonu açotdan açota gedirik. Bir də belə yəni. Amma elə bir köskümüz var ki, hal-hazırda demək olar ki, orada xeyir yox. Sadəcə çıxmamağın dərdindən açıq orada qalırıq. Aydın. Başqa çox maraqlıdır. Belə bir kioskları görürdüm sadəcə. Sahibkarlarını görməmişdim. Başqa Qəmər xanım xanım, buyurun. buyura bilərsiniz. Axşamınız xeyirli olsun. Hər kəs Axşamınız salamlayıram. Hər vaxtınız Mən xeyir. əslində sahibkar deyiləm. Bir şirkətdə korporativ satış mütəxəssisiyəm. Eyni zamanda öz sahəm də var. Ümumi olaraq əsasən indi hazırda inşaat məhsulları üzrə olsa da bir sıra ümumiyyətlə məhsul üzrə influencer, bloger, prezenter kimi fəaliyyətim var. Mən də nə hikmətdirsə bəylər kimi maşın avto hissəsi deyək, təkər, akkumulyator, yağ, antifriz, filtr satışı olan bir şirkətdəyəm. Maraqlı məqamlar vardı. Mənə maraqlıdır çox. Yəni inşallah çünki yaxın gələcəkdə hədəflərimin biri məhz öz
işlərimi qurmaqdır. Ne güzel, ne güzel. Belə deyim. Amma bundan öncəki sahəm inşaat məhsulları deyək, istilik sistemləri, santexnika, boru kabelinə bağlı olub. O sahədə daha çox təcrübələrim var. Maşallah. Qəmər xanım, siz xanım peşəsinə aid olmayan hər şeydə məşğul olmusunuz deyəsən. Mən bəli, bu gün televiziya Sanki- məkanında da inşaat məhsulları ilə bağlı danışan bildiyim yeganə xanımam. Vay maşallah. Mən CBC Sportda da xanım jurnalistləri görəndə təəccüblənirdim. Artıq bizim xanımlarımız maşallah hər yönlü özünü inkişaf elətdirən bir xanımlardır ki, təqdir eləyirik. Amma xüsusən xanım bir bəy bizneslarında olanda daha tez böyüyə bilərsiniz. Yəni bir markalaşma və sizin haqqınızda bəhs etdilmə baxımından. Onda sadəcə bir Məncə də Nəzərə ümumiyyətlə bu biraz marketinq tipli, mən daha çox marketinq yönümlüyəm. Çünki mən öncəki şirkətdə 2000-dən yuxarı inşaat mağazası ilə mütəmadi danışıqlarım olurdu. Müştəri məmnuniyyətinin ölçülməsi, eyni zamanda o arada satış da etmişəm. Bu kişi sektorunda qadın səsinin çox böyük rolu var, bunu birinci deyim. Xüsusən kişilər qarşı cinsə qarşı daha hörmətli, daha səbrlə yanaşırlar, daha maraqlı gəlir onları dinləmək və biraz da düşünün mən kabel satışı etdiyimizə görə xüsusi müəllim tutub o üzrə hazırlaşmışdım ki, mən müştəriləri ikna etmə qabiliyyətim olsun. Yəni mənim zaten ixtisas olaraq ixtisasım mühəndisdir. Onlar bir mühəndislə danışdıqlarının fərqində olsunlar. Yəni bizdən gedən bir xanım zəng edib kimi bir təəssüratları olmasın. İndi tam başqa sahədəyəm. Bu da çox maraqlı sahədir. Yəni maşın hissələrinə aid. Az bir müddətdə çox şey öyrənmişəm. Və düşünürəm ki, çox maraqlı, lazımlı sahələrdən biridir və özümü bu üzrə də inkişaf etdirmək istəyirəm. Artıq bir video çəkmişəm bu barədə, maşın markasını necə seçmək. Düşünürəm ki, bundan sonra da onu bilsiz müəllim, mən əslində nə etmək istəyirəm. Bu üzrə öz profilimdə məhsullar haqqında danışıqlar edərək insanları maarifləndirmək. Maarifləndir ki, satasan. Məsəlinə belə deyək də devizi ilə gedirəm əsasən. Çünki bir qısa bir şey deyim. Mən bir şirkətin məhsulunu onun səhifəsində çəkib paylaşanda cəmi 2000 adam baxış etdi, 3 komment yazıldı. Amma mən öz səhifəmdə yalnız sonda bu tipli məhsulları paltaryan maşınınıza tökərək ayda bir dəfə yəni onu ərkdən kirəcdən qoruyasınız sözün dedim. 80 mindən, 80 mindən yuxarı baxış gəldi və hamı məhlulu soruşdu ki, o nə məhluldur? Və belə bir şey var. Bizə bu arada bir sual verilib. Xarici ölkədə olan bir şirkətin, Aytaç xanımın sualı, xarici ölkədə olan bir şirkətin Azərbaycanda olan nümayəndəsi olmaq, o şirkətin franchisingi mi adlanır, yoxsa yalnız ölkə daxilində? Yox, yəni bir franchiser bu ölkələrlə məhdudlaşmır. Yəni hər bir yerdə, burada deyək ki, hansısa bir məşhur qlobal markanın nümayəndəsi olduğu zaman buna franchise deyirik. Yenə franchisedir. O biznes sahibi də franchiserdir. Yəni burada bəzən master franşiza eşidə bilərsiniz. O nə deməkdir? O bir ölkədə entrance deyək də, o franchising giriş pulunu daha çox ödəyərək ölkə çapında götürür. Çünki öz süddür, Madolardır, McDonald's'dır. Bunlar master franşizalarını götürüblər və burada onlardan başqası aça bilməz. Və ya müraciət eləmək istəyənlər bunların üzərindən gedə bilər. Onlarda da müəyyən o royaltilərindən bunlara da pul çatır, əsas biznes sahibinə də. Belələr də olur. Gəlin, mən sizə bir danışdıqlarımın bir xülasəsini də çıxardım. Öncəliklə siz birinci özünüzə yəni franchiser bəzən bizə müraciət edirlər. Çünki bir dənə çox 4 mərtəbəli bir stomatoloji klinikadır. Müraciət olundu, dostlaşdıq, danışdıq, tanışımız da çıxdı. Amma baxırsan ki, onlar franşizaya hələ sadə bir idarə etməklə bağlı problemlərindən dolayı onlar bəlli bir məsləhətlər verdik. Bunları tamamlayıb ondan sonra da gələ bilərsiniz. Bir
2 aya yaxında, hətta bəlkə də 3 ay onlarla bərabər işlədik. Yəni onların da müştəri layihəliyini ölçdük, onların işçi layihəliyini ölçdük, hər bir şəxsdən, əməkdaşla danışdıq. Bunların da bunların əsasında müşahidələrimizdən ümumi analitika, diaqnostikamızı elədik ki, nələri səhvdir, nələri çatışmamazlıqlar var, nələri necə, hansı yollardan həll eləmək olar. Hər şeyi ölçülə bilən hala gətirəndən sonra biz hədəflər qoyuruq ki, o gördüyümüz işin fərqini göstərə bilək sonraki mərhələdə. Yəni biz elə bil A nöqtəmizi müəyyən edirik ki, indiki halda siz bu ümumi universal bir məsləhətlərdir ki, bunu nəzərə alın hər bir biznesinizdə. Yəni indiki yəni ən başda təbii ki, uçotun aparılması. Yəni artıq dəftərlərdən çıxmaq vaxtıdır. Artıq bir elektron formada avtomatlaşdırma, ən azı Excel-də də eləyə biləcəyimiz bir şeylər var. Çox belə mürəkkəb deyilsə. Ən azından A nöqtəmizdə biləcəyik ki, bizim ümumi açotlarımıza baxıb nə qədər müştərimiz var, neçə nəfərə indi xidmət eləyirik, bunlardan neçəsi layihəlidir, daimi bizə gələndir. İndi bunu biz ölçüm indekslərlə, xüsusi düsturlarla biz onu çıxardırıq. Və işçilərimiz bizdən nə qədər məmnundur. Nələri, bəzi insanlar var ki, baxmayaraq ki, deyir mən hər işçimin dərdinə dərman axtaranam, qayıq keçən filan, amma analiz edəndə o qədər yenilikləri özü də şoka düşmüşdü. Yəni bizi də bir növ obyektiv və anonim keçirdirik təbii ki biz bunları. Çox ürək dolu və əllə tutula biləcək maraqlı bizə ipuçları verirlər inkişaf üçün. Hətta Steve Jobs'un atasının məşhur sözü var, bəlkə də eşidən bilir. Deyir, nə qədər o bir stulun görünməyən ayağını da elədiyin zaman onu da ən yaxşı halda elə ki, bu işə olan sənin hörmətindir, şəxsiyyətvə verilən hörmət kimidir. Müştəri onu görməyə bilər, amma sən öz işvə olan hörmətini göstərməlisən. Xarakterinin yansıması, bəli. Xarakterin yansımasıdır, bəli. Yəni öz mənliyini qoyursan. Burada da biz birinci bir franşizadan qabaq dayanıqlı bizneslərin formalaşdırılması, təkmilləşdirilməsi məsələsinə baxmalıyıq. Yəni analiz edəndən sonra hansı strateji məqsədlərimiz var, idarə etmə sistemlərimizdə nələrimiz var? Yəni idarə etmə sistemi nə deməkdir? Doğrudan da proseslər bir insandan mı asılıdır, yoxsa hər kəs öz işini bilir? Ən böyük bir problem gözləntisinin, işçinin ondan gözləntisini bilməyən bir menecerdir. Mən nə etməliyəm, mən nəyin imindəyim filan deyən işçidir. Yəni onun gündəlik bir işi görülməyibsə, hansısa bir ölçüm vahidi yoxdursa, bir planlama yoxdursa, səhər 9-dan 7-yə kimi gəlib, hətta istirahət vaxtı da işə cəlb edib, boş-boş, misal üçün, heç nə bir əmək faydalı bir iş əmsalı var. Bu tərəfdən də elə işıqdır, rasxodlarıdır, elə adicə çay və s. içməsi belə bəlkə də rasxoddur. Yəni bunu bu yaxında eşitdiyim bir misaldır, ona görə yadımda qalıb. Yəni bayram günlərində belə çağırıb boş-boş ofisində oturduran rəhbərlər də var bu mənada. Yəni bunlar hamısı o qədər tənzimləməlidir ki, şirkətin məqsədləri ilə əməkdaşın məqsədləri üst-üstə düşməlidir. Bax, bir yaxlar o personal restoran işçisindən danışanda satın alma o qədər düzgün aparılmalıdır ki, yaratdığı bir faydasını özünə də əks etdirməlidir. Yəni atkada maraqlı olmamalıdır. Təəssüf ki, bu da bizim bir acı reallığımızdır. İkinci məsələ, burada effektiv maliyyə, insan resursları, marketing, hüquq və avtomatlaşdırma. Yəni insanları siz necə alırsınız, harada axtarırsınız, özünüz də oradan yetişdirirsiniz və ondan da axtarıb tapmaqdan da başqa onu saxlamaq, onu motivasiya eləmək, ona ədalətli maaşı vermək, vaxtında vermək, bonusları ədalətli şəkildə, yəni bizim təəssüf ki, siz də bunu eşitmişsiniz ki, yəni işləyən də, işləməyən də, can yandıran da, can yandırmayan da eyni qiymət alırsa, bu deməkdir ki, yəni o birisinə işləyənə bir xəyanət deməkdir də, açığı deyək. Yəni ona qiymətsiz, dəyərsizləşdirməkdir. O da başqa, yavaş-yavaş düşür o birisinin səviyyəsinə. Eyni səviyyədə başlayırlar. Yəni can yandıran əgər qiymət verilmirsə, amma bəzi can yandırmaları da rəhbəri görüb, direktor görüb can yandırmaq deyil də təbii ki.
Yəni əməli ilə, doğrusu səmimiyyəti ilə bunu eləməlidir. Bunlar tamamlanandan sonra bizdə, misal üçün biz bunu tamamlayırıq. Artıq franşizaya hazır şəkildə bunu görə bilirik. Yəni artıq modelin tətbiqini eləyirik. Biznes böyümə modeli. Yəni bilirsiniz, biz burada bunu bitirmədən, birinci mərhələni bitirmədən buna keçmək, düşünün ki, siz burada yaşadığınız problemlərin 2 qatı da burada olacaq, 3 qatı da burada olacaq. Buna görə burada sistem özü işləməlidir. Sahibkar rahat şəkildə belə deyək, telefonunu bağlaya bilməlidir. Xaricdə tətildə və ya iş görüşmələrində, xaricdə səfərlərdə, ezamiyyədə. Buna görə o olmadıqca bundan söz eləyə bilmərik. Burada artıq biz biznes böyümə modelini və şəbəkə konsepsiyalarını baxırıq. Misal üçün bir mebel şirkəti var, hal-hazırda üstündə çalışdığımız. Ona biz konseptlər təklif eləmişik. Həm ev konsepti, onda bir yerdə idilər. Biz onları ayırdıq və bölməyə çalışırıq indi. Misal üçün evdən ofisi bunu ayırdıq. Ofisdə də orada da işgüzar mebel deyək də, orada da xəstəxana, restoran, otel, hərbi, outdoor, yəni çöl, küçə mebelləri, dəmirlərdən işləyirlər deyə. Onlardan işləyirlər. Evdə də ayırdıq uşaq, hətta sonraki mərhələdə üzr istəyirəm, ev mebeli orada da ölçülərinə görə, məsələn 800 kvadratlıq, 1000 kvadratlıq bir yer, 600-400 kvadratlıq yer və bir də 200-dür. 200 kvadratlıq mağaza konseptləri ilə elədik. Bunun misalını biz görə bilərik Sultan restoranında, bir də Sultan Ekspresdə. Sultan restoran konseptidir, amma food courtlarda, mollarda görürsünüz ki, Sultan Ekspres də var. Pakdətdə də var. Yəni fikir verirsiniz, türklərdə bu daha çox yaxşı inkişaf eləyib. Və ondan sonra da bütün bunu avtomatlaşdırandan sonra maliyyə modellərimizi, hər şeyi, ondan sonra keçirik franchisingin inkişafı və satışına. Bu da bir biznes üçün əlavə gəlirdir. Əlavə, misal üçün düşün ki, Embavut var, 150 mağazalı, bir də Perla var. Yəni bəlkə də deyək ki, dəqiq bilmirəm, yalan deməyib, 5 deyək ki, mağazası var. Perla olmasın, başqası olsun. Yəni Embavut'un satın alma gücü ilə 5 dənə mağazası olan istehsalçının satın alma gücü eyni ola bilərmi? Yəni istehsal gücü və bu istər-istəməz franchiserə bir rəqabət üstünlüyü yaradır satın alarkən. Bir A101 reklamını bəlkə də eşitmişsiniz. Böyük olduğu için ucuz, ucuz olduğu için böyük. Və bu çox gözəl bir reklam mesajıdır ki, yəni insanlarda şübhə yaratmır ki, bizdə ucuzdur. Bunlar demək keyfiyyətsizdir deyil. Biz böyük olduğumuz için ucuzdur. Biz ucuz alma gücümüz var. Eyni şəkildə düşünün ki, bizim böyük bir adını çəkməyim, böyük bir şəbəkəyə sahib ən böyüklərdən olan bir şəbəkə düşünün. Onunla hamı işləmək istəyər. Yəni siz, misal üçün, o mağazaya, təəssüf ki, onu da rastlaşmışıq bir məsələdir. Siz həmən o supermarketə, hansısa bir xarici sərgidən gördüyünüz piçenini gətirəndə bura, misal üçün, deyirsiniz ki, mən bunu satmaq istəyirəm sizə. Və o da deyir ki, sat, bu qiymətdən satır. Həmən o supermarket görəndə ki, bu mal yaxşı satılır, zəng edir fabrika, deyir, mən səndən bunu birbaşa özüm istəyirəm, mənə qiymət ver. Yəni, normal o distributor deyək, 1 tır alırdısa bir aya, bu deyir, mən həftəyə 4 tır alıram. Yəni, 4 tırın alınması ilə 1 tırın ayda alınması qiymət təbii ki, eyni olmaz. Yəni, bu da biznes sahibinin, yəni franchiserin bir, belə deyək də, satın alma gücündə qabağa çıxardır. Satın alma gücü də nə deməkdir? Qiyməti artıq müəyyən mənada diktə eləmək deməkdir. Artıq qiymətlə tənzimləyici bir rol oynamaq deməkdir. Belə. Və bizim ümumi bu yol xəritəmizdə deyək, sonra sual-cavaba keçə bilərik. Vaxtı bununla da bitirmiş ola bilərik. Yəni,
Çıxmaq istəyənlər də çıxa bilər. Yəni işi olanlar, çıxmaq istəməyənlərdən də sual-cavab şəklində də davam edə bilərik. Bizim birinci işimiz ümumi olaraq, yəni bunu siz özünüzdə də, biznesinizdə də tətbiq edə bilərsiniz. Bu universal bir metod şəklində düşünün. Birinci, hər bir şeyin nəzərə alsaq ki, bizneslər də bir canlı orqanizma kimidir. Biz də bunların müayinəsini eləməliyik. Yəni necə ki, insan bir hardansa şikayətli olanda öncə müayinələrdən başlayırıq, analizlərdən başlayırıq, bir diaqnostikadan başlayırıq. Burada da bazar və rəqabət, işçilərin layihəliyi, müştərilərin layihəliyi, elə Steve Jobs'un sözünə qüvvət, o müştəri məmnunluğu işçi məmnunluğundan keçər, deyirdi. Sonra biz bunlar müayinədən sonra, SWOT analizlərdən sonra, güclü zəif tərəflərimizi biləndən sonra biz strateji bloka keçirik. Burada da hansı hədəf bazarda çıxa bilərik qabağa, hansı inkişaf strategiyası ilə gedə bilərik. Buna yönəlik strateji marketinq planı hazırlayırıq. Məhsul istehsal formatlarını baxırıq. Yəni, misal üçün biz bir restoranda uşaqlara balığı sevdirmək üçün fishbowllar çıxartdıq. Özəl sousları ilə. Yəni, nagisə oxşayan, yəni o xüsusi onlar şeydən balığı sevdirmək üçün, yəni orada nagis kimi olanda toyuqdan və ya balıq uşaqlar üçün çox fərq eləmir. Yəni, misal təzə məhsul kimi və ya təzə format, hansısa bir mebel, az öncə dediyim nümunəmizdə, təcrübəmizdə rastladığımız kimi bir formatlar hazırlayırıq hal-hazırda o mebel şirkətinə. Korporativ tərz dizayna, rebrandingə getmək olar, rənglər uyğun deyilsə daha doğrusu. Sonra deyirik ki, bizim müştərimiz kim olmalıdır? Biz onları harda axtarmalıyıq? Müştəriyi də biz özümüz seçməliyik ki, yəni lazımsız müştərilərlə bizim enerjimizi, pulumuzu, resursumuzu aparan müştərilərlə vaxt itirməyək. Yəni bizim müştərimiz budur. Konkret burada axtarırıq, bu təklifdən axtarırıq. Elə təklif olmalıdır ki, bizə yox deyilməsin. Çünki biz bazarı müəyyən mənada araşdırmışıq. Ona yönəlik də biz addımlarımızı atırıq. Sonra layihəli müştərilərimizi davamlı ölçürük. Yəni biz hansı bir hərəkət elədik, Net Promote Score deməkdir, NPS. Yəni biz bunu ölçürük. Görək bizdə, misal üçün, hansı tədbir gördük, hansı bir müddət ərzində, müddətin əvvəlində və sonrasında hansı bir dəyişiklik oldu mu, müsbət və ya mənfi? Yəni doğrudan da mı doğru iş görürük? Və ya işlərin doğru mu görürük? Yəni onu bilmək adına. Və saytımıza baxırıq. Saytımız nə qədər cazibdir, nə qədər cəlb edicidir. Maliyyə hesabatlarımız, burada maliyyə mühasibatlı blokunda hər şey bir-birindən əlaqəlidir, fikir verirsinizsə. Yəni biz nə qədər qazanırıq? Misal üçün, biz bonusumuzu əvvəl verirdik, deyək ki, 3%, satışlar olurdu 100.000. Biz indi 5% versək, bir yoxlayaq görək, nə qədər artım olacaq? Yəni, doğrudan da o biznes ümumi tənzimləyici deməkdir də. Yəni, necə ki, rejissor pultu olur, bəlkə də o DJ-lərdə də səs tənzimləyicilər olur. Yəni, hər birində aşağı, birində exonu artırırıq və ən orijinalı şeyi orta optimallaşdırırıq ki, ən qızıl ortanı tapana kimi. Burada da biznesdə da elədir. Hansı tənzimləyici ayarlarda deyək də, yəni onu elədiksə, orada da gedir. Misal üçün, biz bəlkə də oradan da 5% versək, buradan baxırıq ki, 2% ziyandayıq bonusda, amma satışlarımız 100.000-dən 150.000 olursa, o deməkdir ki, bizim komanda maddiyata daha çox, belə deyək, meyillidir ki, hər yerdə olduğu kimi. Amma hər zamanda maddiyyat, maddi motivasiya 6-cı yerdədir. Yəni, motivasiyalar arasında. Bəzən işçinə verilən o güvən, ortam, komanda, yəni düşünün ki, elə bir ortama getmişsiniz, hər şey maaş superdir, amma sizi orada bir soyuqluq var komandada. Yəni, siz orada çox qala bilməzsiniz. Yəni, ona görə bu ortamlar çox önəmlidir. Biz bu yaxında mənim başqa bir xəttim də yaşıllaşdırma ilə bağlıdır. Yaşıl Azərbaycan, Green Global bir layihələrimiz var. Mən yaşıllaşdırmanı sevdirmək üçün insanlara, şirkətlərə daha doğrusu, biz deyirik ki, gəlin yaşıl bir ağac əkmə aksiyası keçirdirik. Eyni zamanda
team buildinglər eləyək. Eyni zamanda piknik proqramları eləyək. Yəni bahar gəlir. Ümumiyyətlə insanlar bir komandada əməkdaşlar iş ortamında görünməkdən artıq müəyyən mənada bir bezdirməlik də olur. Bezirlər. Amma onun qeyri-adi bir başqa komanda oyunları ilə team buildingdə nədir? Yəni burada müəyyən təlimlər verilir. Məsəl üçün bugün elə bir dostumuzla rastlaşdıq. Ericsson şirkətinin rəhbəri idi. Yaşam koçudur. Yəni, böyük bir şirkətdən biz bir yaşam bir tədbir keçiririk. O da deyir ki, mən də gələ bilərəm. Yəni ödənişsiz gəlib həm özünü reklam eləyəcək, həm bir 20 dəqiqəlik bizə bir yaşam koçluğu ilə bağlı bir təlim keçəcək. Və belə-belə mənim amma əsl məqsədim nədir? Yaşıllaşdırmağı sevdirmək. Yəni bazar tələbatını yaratmaq. Bu şəkildə olur. Düzgün analizi görmək. Sonra insan resursları. Yəni burada da ən önəmli təbii ki, dəyərimiz, aktivimiz insan resurslarıdır. Yəni əvvəllər deyək ki, kadrlar şöbəsi deyirlikdə, düzdürmü? Personal management. O 60-cı illərdə idi. 85-ci, 90-cı illərdə dünyadan söhbət gedir təbii ki. Bu oldu insan resursları. Yəni insan bizə sadəcə iş vaxtı yox, işdən kənar vəziyyəti də bizim iş performansımıza təsir edəcək deyə biz onu da nəzərə almalıyıq. Yəni ailəsindəki hansı bir məsələ və ya onun xəstəliyi, onun istirahəti bu artıq ön plana çıxmaya başladı. İndi isə bunun son versiyası belə deyək, insan kapitalı management, human capital management gedir. Burada isə biz komandamızı bir partnyor kimi görməliyik. Onun can yandırılması üçün, onun performansını artırması üçün. Burada ona görə elə almaq lazımdır ki, 100 nəfərdən ikisi olsun. Eybi yox. Bir həftə vaxtımız geçsin, amma düzgün adam almış olaq. Bu dəqiqə, misal üçün, böyük şirkətlərdə e-təlim materialları var. Yəni, xüsusi tədris platformaları var ki, internet saytlarında Coursera kimi, anti-training deyə belə platformalar var ki, artıq işçilərə adaptasiya vaxtında bir işçi ayırmırsan. Texnoloji imkandan istifadə edib, onları bəlli bir tədrisə, təlimə cəlb edirsən, testlərini də orada elətdirirsən, heç şeyə gəlmədən. Yəqin ki, bunu siz də rastlanmışsınız. Yəni, heç bir evində oturub, ağıl məntiq sualları ilə və peşə sualları ilə, iqtisad sualları ilə də test eləyib qərar verə bilir. Yəni eyni zamanda 100 nəfəri testing eləyə bilir və 5 nəfəri oradan seçə bilir. Belə müasir alətlər də var hal-hazırda. Karyera planlama çox önəmlidir. Yəni bəzən olur ki, 10 ildir baş mütəxəssis kimi elə qalıb yerində. Yəni misal, bu kimi məsələlər də var. Yəni o işçi bilməlidir ki, bəlli bir plankadan sonra, bəlli bir standartı tutdurandan sonra mənim həm vəzifəm, həm maaşım, həm sosial haqlarım və s. artacaqdır. Yəni buna da loyal komanda deyirlər. Ondan sonra komanda formalaşmaq. Burada da çox önəmlidir. Yəni komanda, burada yəqin ki, team building, komanda formalaşdırmanı bəzən böyük banklarda, şirkətlərdə olur ki, insanlar aparırlar restoranda, işdən kənar yeyib içirlər, məsələ qutarır. Yəni bu da əksik bir team building sayılır. Komanda formalaşma deməkdir. Yəni orada hansısa bir məsələlər müzakirə olunmalıdır. Ciddi bir şəkildə hər birinin performansı özünə deyilməlidir. Və bunlardan sonra, ən sonda biz qərar veririk ki, istəyirsə artıq franchisingə sən hazırsan. Yəni bütün bu ilk 5-ə qədər olan məsələlər hamısı belə deyək, franchisingin dayanıqlığı, ümumiyyətlə ümumi biznesin davamlılığı deməkdir. Və bunları tamamlanan sonra sən franchisingə artıq hazırsan deyə bilərik. Belə dostlar, mənim deyəcəklərim, bölüşəcəklərim bu qədər. Suallar varsa buyurun müzakirə edə bilərik. Və istəyirsinizsə bir 5 dəqiqə fasilə də verə bilərik.
5 dəqiqə sonra mən də biraz boğazım özünə gəlsin. 9:30-da istəsəz görüşə bilərik təkrar. Vüsal bəy, necə baxırsınız? Təşəkkür edirik Elnur bəy. Bəli, olar, heç bir sıxıntı yoxdur. Suallar var idi, mən onları qeydə götürmüşəm. İnşallah bir neçə dəqiqədən Tamam. sonra qoşularıq. Sualların 5 cavablandırılması dəqiqə istiqamında sonra inşallah. görüşmək üzrə qaldığımız yəni suallardan davam edərik. Tamam. Vüsal bəy, slayd atacaqsınız. Slaydla bağlı məlumat verəcəm.
Tekrar salam dostlar. Deməli, Elnur bəy, bir neçə sual var idi. Mən onları qeydə götürmüşəm. Onları səsləndirəcəm. Aytəs xanım soruşurdu ki, bəs şirkət rəhbəri fransayzingdən sonra qarşı tərəfə dəstək olurmu? Ümumiyyətlə olmalıdırmı? Bu proses necə baş verməlidir? Şirkət rəhbəri dəstək, yəni Aytaç xanımdan biraz dəqiqləşdirici sual vermək istəyərdim. Yəni şirkət rəhbəri françiziyə mi dəstək olur, yoxsa tam onu anlamadım. Yəni şirkət rəhbərinin orada rolu, yəni biz deyirik sahibkara qoy özü strateji məsələlərdə məşğul olsun. Biz indi sahibkara deyirik ki, otursun françiziyə kömək eləsin. Yani bu biraz tezatlı bir yanaşmadır. Yani ama tabii ki elinden geleni edecek ki müşterisi, franchisesi memnun olsun. O partnyorudur. Ama özü birbaşa olmasa da o yanaşmayla olacak ki yani benim biznesimin bir parçasıdır. Hatta o bile seçir. Yani siz McDonald's brandini almak için gerek Amerika gedəsiniz. Onlar sizi intervyuya çekecek. Yani bir 25 milyarlık bir markadan söhbət gedir. Misal üçün McDonald's'da. Veya 75 millik yanılmıramsa Coca-Cola'nın markasıdır. O da istehsal franşizasıdır. Yani bunlar herkese verilmiyor. Biz seçirik. Avatarımızı deyirik ki bizim brendimizi etibar elədiyimiz həbsdə olmayan, kriminaldan uzaq, mafiyadan uzaq və s. və ilə axır şeylər qoyuruq ki, məhkumluq olmayan, misal deyirəm də, yəni o markamızı ona əmanət eləyə bilərik. Kimi? Amma ona görə də onu seçibsə, tapıbsa da təbii ki, hər mənada dəstək eləmək zorundadır, məcburdur, maraq və bunun marağındadır. Yəni o istəməz ki, hansısa bir şey, siz düşünün ki, sizin markanız var. Gəncədə filial markanızı vermişsiniz. Yəni siz istəməzsiniz təbii ki, franchising orada batsın. Amma düzdür, təəssüf ki, praktikada biz Azərbaycan markalarının, daha doğrusu franchizilərin, Türkiye'dən olan bəzi 2-3 dənə belə bir case'imiz olmuşdu ki, Türkiye'dəki tam franchising fəlsəfəsi ilə hərəkət etməyən bir şirkətlər rast gəldik. Onlar da ne inirdiler? Adamlar sanki yani franchising uzun bir marafondur. Yani uzun müddetli bir münasibətdir. Çünkü marka bugün açıldı, 5 ay bağlanmamalıdır. Yani ama bunlar təəssüf ki İstanbul'da olan bir şirket ola göndərdikləri çap məhsullarından da pul kazanırdılar az qala. Yani halbuki ve royaltisi de 7% idi. Biz danışıqla biz işin içine girdik ve karşı iki tane mediator kimi oldu orada ve onları da başa saldı ki siz yani burada 2 tane mağazası olan bir restoran olan bir şirket idi. Biri bağlandı, biri kaldı. Artık o da zərərlə getdiyinə göre o da bağlanmaq üzreydi. Biz bu mövcud vəziyyəti yani çok təəssüf ki Azərbaycan tərəfi də franchisingdən ilk dəfə qarşılaşırlar. Elə bilər ki, bu belə olmalıdır. Qanun budur. Halbuki iki tərəfli bir razılaşmayla və əsas da prinsip də budur ki, hamımız bu yolda marafon gedirik. Yəni qısa, misal üçün, o bir ay, 2 ay qazandı, amma sonra sahibkar, buradakı sahibkar görəcək ki, mən pul qazanmıram, ancaq elə ora çalışıram. Yəni kirasını, royaltisini ver, yəni özümə qalmır heç nə. Yəni xərclər və artı cibimdən də qoyuram. Bu təbii ki onlara başa salırım ki bu nə qədər belə davam eləyə bilər. Və ikinci bir dənə maraqlı кейsimiz olmuşdu. Bunu da sizdən paylaşım. Məni çox belə qısa bir zamanda dəvət elədilər. Türkiyədən bura gələn premium kebabçı, Türkiyənin premium kebabçısı Azərbaycanda bir franchise ilə verirdi. Mənim yerli Azərbaycan şirkəti bir hüquqşünas kimi bir dəvət elədi. Franchisingdən məlumatlı olan birisi kimi. Elə bir düşünün ki, mən tam toplantının içine girdim də. Orada özümü tapdım, belə deyək. Və məsələ bu imiş ki, qarşı tərəf deyir ki, mənim markamı, daha doğrusu bir maddə var müqavilədə, bizimkiləri narahat eləyir o. Deyir ki, biz bura 1 milyon qoyacağıq, amma 2 il sonra 3 milyonu satmaq istəyirik. Biz bu
ömür boyu bu eşki yaşamaq istəmirik də, belə deyək. Bu yolumuz bu qədər olmasını istəyirik. Qarşı tərəf də bir orada maddədə yazıb ki, siz bunu başqasına devr etsəz də bizə oradan qazancımızın 50%-ni verirsiniz. Bunları da bu narahat edirdi ki, yəni niyə? Və az qala da həqiqətən də elə bilirdi ki, qayda budur. Buna da razılaşırdılar az qala. Bu məsələdə biz orada müdaxilə elədik ki, dedik ki, əgər bu şirkət, yəni siz belə baxanda da əl dəyişdirir. Burada satış, yəni sizin markanız yenə burada qalır, yenə pul qazanırsınız, royaltıdan qazanırsınız və s. Amma bunlarda isə mən bunlara belə bir təklif elədim qarşı tərəfə. Dedim, yaxşı bu qalsın. Amma işdir, birdən ziyana satılsa, zərərə də ortaq olacaqsınızmı dedim. Yəni, dedim 1 milyon qoyurlar, sabah 2 milyona satsalar, 500 qazançdırsa 500 sizə düşəcək, tamam. Amma işdir 700'e satsalar, 150 minin ziyanını verəcəksizmi? Gəlin o şərtdən saxlayaq bu maddəni. Dərhal çıxartdılar onu. Yəni, çünki bunlar da nəticədə deyirəm, sizin marka bütün risklər bu investorun boynundadır, idarə etmədə də. Yəni, gəlin elə oturaq ki, nə şiş yansın, nə kebab yansın. Düzdür, açığı son anda kimi bizimkilər razı idilər. Elə bilirdilər ki, bu belə olmalıdır, normaldır. Onların markasıdır. Markadan hansı əlavə dəyər qazanıramsa verməliyəm, düşünürdülər. Amma bu söhbətdən sonra mən hətta elə bildim qarşı tərəf mənlə düşman olacaq. Tam tərsi, bunlardan da çox dostluq elədik onlardan ki, belə deyək də, haqlısınız da. Yəni, belə bir formada ayrıldıq. Bəli, başqa sual varsa... Təşəkkür edirəm Elnur bəy. Bir sual da Arzu xanım ünvanlayıb ki, biz indi belə deyək, tədbir ərzində fransayzingin faydalarından, müsbət tərəflərindən danışdıq. Bəs hansısa riskli tərəfləri varmı? Riskli tərəfi odur ki, əgər səhv adamı seçirsinizsə, markanın, məsəl üçün, məsuliyyətini dərk eləmədən hansısa bir ziyan vura bilərsə, təbii ki, o riskli tərəfidir. Bu bir. Yəni, riskli tərəfi odur ki, sizə çox böyük vədlər verilib, yəni, indi bu tərəfdən danışıram. Yəni, fransayzi üçün, investor cəhətdən də bir şey ola bilər ki, sizə vəd verilən sözlər müqavilədə əks elətdirməyiblər. Yəni, sabah söz olmayıb. Və düzdür, onlar uzun müddətdə özləri üçün ziyan edirlər. Yəni, markadan yenə, yəni, birinci o pul verənə kimi, necə ki, hamı bir-birlə dostlaşırlar, pul alandan sonra artıq rahatlanma olursa, burada da siz onu pul vermədən qabaq müqavilə ilə sabitləmək lazımdır. Biz bax, o momentlərdə, o anlarda biz bir ekspertlər kimi müdaxilə eləyə bilirik. Biz tərəfləri analiz eləyə bilirik. Həm müqaviləli, həm yanaşmaları belə. Yəni, vədlər yerinə yetirilməyə bilər və ya çox böyük bir sözlər verilər, yalan məlumatlar ola bilər. Biz onu yoxlaya da bilirik. Misal üçün, ola bilər ki, deyə bilər ki, yəni doğrudan da indi texnoloji əsrdə yaşayırıq. İnternetinə girirsən, öz sayfasında baxırsan ki, nə qədər bunu tərifləyirlər. Hamısı da təbii ki, bilirsən ki, yəni öz adamları da yaza bilər bunu, nə qədər istəyirsən. Şəkillərlə, adlarla, yaşlarla, amma onu biz başqa yerlərdən də yoxlayıb, oradan da reytingini çıxarda bilirik. Belə bir ziyan ola bilər ki, yalanın dələduzdan əlinə düşə bilərlər demək. Çox minnətdarıq, təşəkkür edirik Elnur bəy. Suallarımız bundan ibarət idi. Vaxt ayırdığınız üçün, bizə vaxtınızı sərf elədiyiniz üçün çox minnətdarıq. Çox maraqlı bir görüş alındı, interaktiv bir görüş keçdi. İştirakçılara da minnətdarlığımızı bildiririk, qoşulduqları üçün, vaxtlardıqları üçün. Belə, son olaraq demək istədiyiniz varsa, buyura bilərsiniz. Sualı olan, fikri olan varsa bildirə bilər. Mənim kontaktlarım yəqin ki, qrupda siz paylaşarsınız, Müsal bəy. Bu sahədə hansısa bir istər öz biznesinizlə bağlı, istər investor kimi hansısa bir sahədə, məsəl üçün, ola bilər müəllimədir, biz müəllimə və təlimçilərə
tədris franşizalarını məsləhət görə bilərik. Bizim bir platformamızda franch.az bir marketplace'imiz də var bu arada. Biz orada investorları, franchiserləri və təchizat zənciri olanlar, misal üçün deyək ki, bizim qardaşlar Mebel, mən də bunu da sizə deyim ki, eşitdiyimə görə prospektin də həm də ERP sistemini də siz qurursunuz orada, Vüsal bəy. Hı -hı. Bəli. Qardaşlar Mebel. Məsələn, qardaşlar Bəli, Mebel bəli. bizim tərəfdaşımızdır. Bu sahədə onlarla biz əməkdaşlıq edirik. Onların da çalışır. Onlar həm bizim təchizat, məsəl üçün restoran açıldığı zaman biz qardaşlar Mebeldən ucuz qiymətə, partnyor qiymətinə biz alıb hansısa açar təslim bir restoranı təhvil verə bilirik. Çünki əsl biznes sahibinin indiki halda onu eləməyə adamı, komandası yoxdur. Ayrı bir franşiza şöbəsini tutmaq, saxlamaq çətindir deyə bizim Azərbaycan Franchising Mərkəzimiz sırf bu xidmətləri də göstərə bilirik. Audit xidmətlərimiz olur, təlim xidmətlərimiz. İndi bu dəqiqə inşallah sentyabra bir forumla bağlı məsləhətləşmələr gedir İqtisadiyyat Nazirliyindən. Biz İqtisadiyyat Nazirliyinə də bunun bir franchising ekosistemi kimi, bir alternativ inkişaf modeli kimi təklif edirik ki, ölkənin ümumi dayanıqlı bizneslərin milli markalaşmaya təsir edəcək deyə belə bir siyasəti də istəyirik dəstəkləsinlər. Dövlətlə bərabər iş görək. Bu qədər dostlar. Hamımıza minnətdarıq. Vaxt ayırdınız, dinlədiniz. İnşallah ki bir faydamız olmuşdur. Maraqlı bir məlumatlar əldə eləmişsiniz. Amma ola bilər, indi mən açığı bu ünsiyyətimiz biraz məhdud şəraitdə videosuz və danışıqsız çox olurdu deyə o feedbacki, geri dönüşü mən çox bilmədim ki, daha çox hansı profildə danışanda. Mən adətən auditoriyanı real təlimlərdə canlı biz bilirsən əvvəlcədən kimdir, nəçidirlər və case'lərimi də ona uyğun seçirəm. Burada biraz o mənada əgər müəyyən tam ürəyimizcə olmasa da üzürlü sanki düşünürəm ki, inşallah ki faydalı ola bilmişik ki bu halımızdan da. Belə. Təşəkkür edirik Elnur bəy. Çox minnətdarıq. Elnur bəyin əlaqə nömrələrini, əlaqə vasitələrini bölüşəcəm qrupda. Əlbəttə ki, bu qeyd olunan mövzularla bağlı Elnur bəyin özünə birbaşa çıxış edə biləcəksiniz. Belə, təşəkkür edirik. Çox sağ olun, vaxt ayırdınız. Gecəniz xeyrə qalsın. Növbəti tədbirlərdə inşallah görüşəcəyik. Sosial şəbəkələrimizi verərik. Lazım olan bəlkə elə orada da suallarına cavab tapa bilərlər. Çünki maarifləndirici postlarımız var orada. Yenə də paylaşdığımdan əlaqə saxlaya bilərsiniz məlumatlardan. Təşəkkür edirəm. Çox sağ olun, minnətdarım. Hələlik. Sağ olun. Çox sağ olun.